maraqlı oyun keçdi fikirləşirəm, amma qələbə qazanmaq istəyirdik. Əlimizdən gələn elədik ki, qələbə qazanaq. Yaxşı mübarizə apardıq. Amma məğlub olduq. Yəni önümüzdəki oyun yenə layiqli mübarizə aparıb qələbə qazanmaq istəyəcəyik. Yəni çox şadam həqiqətən ilk oyunumdur. Çox istərdim ilk oyunumuzdan yəni məğlub olmayaq, komandama kömək edə bilim. Ayxan müəllimə təşəkkür edirəm ki, mənə şans verdi. Yəni milliyə layiq, daha da özlərini işləyib milliyə layiq olmaq istəyirəm. Epizodu hələ ki izləməmişəm, indi Twitterdən izləyəcəm, amma mənim fikrimcə penaltı idi. Penaltı epizodu. Çünki yəni müdaxilə var idi ayağıma. Fikirləşirəm penaltı idi. Yox, yəni hakim idarəçiliyi yaxşı idi, amma bir dənə o penaltı epizoduna görə biraz narazılıq var idi. Çalışacağıq ki, layiqli mübarizə aparaq. Çətin oyundur. Fransanın gücünü hamı bilir. Ən azından layiqli mübarizə aparıb azarkeşlərimizi sevindirməyə çalışacağıq. Azarkeşlərimizə təşəkkür edirəm ki, gəlib bizə dəstək oldular. Növbəti oyunda da onların dəstəyinə ehtiyacımız var. Bizim də istədiyimiz oydu. Ayxan müəllim iclaslarda, məşqlərdə bizi ona kökləmişdi. Biz də qələbə qazanmaq istirdik. Çox istirdik, amma alınmadı. Önümüzdəki oyuna hazırlaşacağıq.